Salam. Bugünkü mövzumuz Osmanlı tarixi olacaq. Osmanlı 14 və 16-cı əsrlərdə. Biz klassik feodalizm dövrü öyrəndik ki, deməli türk dövlətlərindən hansı ki Səlcuq, Monqol, Qızılordu, Dehli, Moğol və Teymur dövləti, sonuncu isə yəni türk dövlətlərindən Osmanlı dövlətidir. Yazaq Osmanlılar kimdirlər, necə yarandılar? Osmanlılar yadınıza saxlayın ki, Oğuz türklərindəndir və bu Oğuz türklərinin qayı boyundandır. Necə ki Səlcuqlar qınıq boyundandır, Oğuzlar isə qayı boyundandır. Burada bir balaca xəritə çəkməyə çalışacağam. İtaliya, Yunanistan, Makedoniya və burada bizim dənizlərimiz var, hansı ki Qara dəniz və Aralıq dənizi. Burada isə Ege dənizimiz var. Düzdürmü? Yunanistan keçəndə öyrənmişdik. Və bu hissə Anadoludur. Anadolu yəni Kiçik Asiya. Eyni ərazidir. Daha sonra isə digər tərəflər artıq Azərbaycan və s. Yaxşı, görək necə oldu ki, Osmanlılar gəlib artıq dövlət yaratdılar. Biz öyrənmişdik. 1071 Malazgirt savaşıdır. Malazgirt savaşı Səlcuqlarla Bizans dövləti arasında baş verir və nəticədə Bizans məğlubiyyətə uğrayaraq Səlcuqlara xərac ödəyir və Anadolunu itirmiş olur. Düzdürmü? Deməli, türklər Anadoluya hansı döyüş nəticəsində gəldilər? 1071 Malazgirt savaşından. Yəni buradan artıq Bizansı sıxışdırdılar. Yavaş-yavaş qovmağa başladılar. Amma Səlcuq dövləti 1157-ci ildə süqut eləyəndə Səlcuq dövləti ümumiyyətlə parçalandı. Parçalanmış dövlətlərdən biri də Anadolu Səlcuq Sultanlığı. Biz necə dedik? Səlcuq dövləti parçalandı, Konya Səlcuq Sultanlığı, İraq Səlcuq Sultanlığı, nə bilim Atabələ, Xarəzmşahlar. Bunlar necə ki müstəqil olur? Onlardan biri də yaranır yerində nə? Anadolu Səlcuq Sultanlığı. Deməli, Səlcuq dövlətinin süqutu nəticəsində yaranmışdır. Yaxşı, indi nə baş verir? Deməli, 13-cü əsrin əvvəllərində, çünki 1206-cı ildə bir dövlətimiz var idi, Monqol dövlətimiz. Bu Monqol dövləti Azərbaycanda, ümumiyyətlə Mərkəzi Asiyada yaşayan türkləri sıxışdırır. Bunlar da qaçırlar da, yəni o istiqamətdən qaçırlar. Hara gəlirlər? Gəlirlər bura. Anadolu Səlcuq Sultanlığı da bunları Bizansla sərhədə yerləşdirir. Bizansla sərhədə yerləşdirir ki, yəni Bizansla mübarizə olanda onlar müdaxilə edə bilsinlər. Deməli, nə edilər? Qaçdılar, gəldilər Monqolların görüşündən. Onların içərisində qayalar da var və qayaların da başçısı Süleyman adlı şəxsdir. Bunlar əsasən Domaniti və Söyüd adlı yerdə yaşayırmışlar. Yəni Süleymanın başçılığı ilə qaya tayfaları Domaniti və Söyüd adlanan qəsəbədə yaşayırmışlar. Söyüd qışlaqları, Domaniti isə yaylaqları olmuşdur. Monqolların yürüşünün nəticəsində. Daha sonra Süleymandan sonra Ertuğrulun dövründə isə Ertuğrulun da dövründə Anadolu Səlcuq Sultanlığı ilə bunlar arasında münasibətlər yaxşıdır. Hər iki dövlət deyil, hər iki tayfadır. Və 1302-ci ildə Qazan xan var, biz bunu keçəcəyik, Elxani xanıdır. Qazan xan yürüş edir və bu yürüşün nəticəsində Anadolu Səlcuq Sultanlığı zəifləyir. Zəifləyəndə həmin ərazilərdə yaşayan türklər, yəni qayılar istifadə edərək Osmanlı dövlətini yaratmış olur. Bax, bu qədər. Deməli, Anadolu Səlcuq Sultanlığı ilk dəfə ümumiyyətlə türklər nə vaxt orada məskunlaşmağa başlayıb? 1071-də. Səlcuq dövləti dağılanda artıq orada türklər Anadolu Səlcuq Sultanlığını yaradırlar. Sonra Monqolların yürüşünə görə qayılar dediyimiz Oğuz türkləri gəlir Anadoluda sərhədə. Qazan xanın o yürüşü nəticəsində isə artıq Anadolu Səlcuq Sultanlığı zəifləyir və yerində dediyimiz Osmanlı dövləti yaranacaq. Paytaxtlarını nəzərdə salsaq, baxın, burada Bursa yerləşir, bura artıq İstanbul deyəcəyik, indiyə qədər Konstantinopoldur, sonra İstanbul adlanacaq. Bu istiqamətdə isə Ədirnə olacaq. Osmanlı dövlətini izah edəndə deyəcəm, ilk paytaxtda məhz Söyüd olmuşdur, daha sonra Bursa, sonra Ədirnə, sonra İstanbul. Burada bir üçbucaq yaratsaq, bu şəkildə olmuşdur. Bursa, daha sonra Ədirnə, daha sonra isə İstanbul şəhəri olmuşdur paytaxtı. Yəni, ümumiyyətlə Osmanlıların 4 paytaxtı var. Yaxşı, bura qədər abituriyentlər üçün o qədər də önəmli deyil. Əsas bundan sonrası başlayır və qeydiyyatlarınızı çalışın ki, edin. Yaxşı. Və Osman Qazi, deməli, Osman Qazi də dediyimiz kimi Anadolu Səlcuq Sultanlığı ilə münasibətləri yaxşıdır, Bizansla müharibələr aparır. Əslində, Osman Qazi Bizansla münasibətləri yaxşı etmək istəyir. Sadəcə orada iri feodallar maneçilik törədir. Buna görə də münasibətlər korlanmış olur. Yazaq bura Osman Qazinin dövrü. Osman Qazi hakimiyyətə gəlmişdir 1302-ci ildən, getmişdir 1326-cı ilə qədər. Hökmdar olmamışdan qabaqçı hadisələrini qeyd edirəm. Deməli, nə edir? Bizansla müharibələr aparır. Bu mənim B hərfimdir. Tanış olun. Bizansla müharibə aparmışdır və nəticədə Qaraca Hisar qalasının
ələ keçirmişdir. Dediyimiz kimi Bizansla münasibətləri yaxşı eləmək istəyir, amma feodalların üzündən bunlar yola getmirlər. Yəni mənfi münasibətlər oldu. Və Osman Qazi ilə yenə də Anadolu Səlcuq sultanlığı ilə münasibətləri yaxşıdır. Anadoluda yerləşdiyinə görə, gəlib burada yaşadığına görə təbii ki, münasibətlər yaxşı olacaq. Deyə baxım. Aha, bəzən öz-özümə danışıram, orada qeyd eləmir. Deməli belə. İndi dediyimiz kimi Qazan xanının yürüşündən istifadə edir və Osman Qazi 1302-ci ildə paytaxtı Söyüd olan Osmanlı dövlətini yaradır. Və əsasən sənətkarlar, bir də xristianlarla münasibəti qaydaya salır və Bizansla müharibələr aparır. Bursanı fəth eləmək uğruna və sizə xəritədə göstərilən Bursa harda yerləşir. Bursanı fəth eləmək istəyir, amma fəth zamanı vəfat eləmiş olur və oğlu da bunu Bursada dəfn elətdirəcək. Yəni Bursanı tutub burada dəfn elətdirmiş olacaq. Deməli Bursanın fəthini başa çatdıra bilmir. Bursa qalasına yürüş zamanı vəfat edir. Xristianlarla sənətkarla münasibəti yaxşıdır və dövləti yaratmışdır. Bu bizim Osman Qazimiz. Osman Qazidən sonra hakimiyyətə gəlir oğlu Orxan Qazi. Orxan Qazinin dövrü 1326 və 26-nın tərsi 62. Orxan Qazinin dövründə atasının davam elətdirdiyi, yəni tuta bilmədiyi belə deyək, Bursa qalasını fəth edir və paytaxtı Bursaya köçürür. Osman Qazinin dövründə paytaxt Söyüd, Orxan Qazinin dövründə paytaxt Bursa şəhəridir. Və burada da biraz Azərbaycanlılarımız var, az da olsa köməklik ediblər o Bursanın fəthində. Azərbaycanlı kimdir? Xoydan olan Geyçli baba və yaxud da Geyçli baba və yaxud da biz buna Geyçli sözündə marallı da baba deyə bilərik. Yəni Azərbaycanlılar Bursanın fəth etməsində dəstək edib, az da olsa orada onu deməliyik. Yaxşı, Bursanı fəth edib, Orxan Qazinin ümumiyyətlə əsas məqsədi Balkanlarda ərazilərini genişləndirməkdir. Biz bilirik də Balkan yarımadasında hansı dövlətlər var, Yunanistan, Makedoniya. Baxın, bu əraziləri işğal etmək istəyir. Yəni Orxan Qazinin əsas məqsədlərindən biri budur. Və Maltepe döyüşü olur. Bu döyüşə fikir verin. Maltepe döyüşü, bir də yazarım Gelibolu'nun fəthi. 1354. Gelibolu da elə Balkan yarımadasında olan ərazilərdir. Hər iki döyüşdə Bizansla müharibə aparır və Maltepe döyüşündə və Gelibolu'nun fəthində Bizansla müharibə aparır və Bizansı ağır məğlubiyyətə uğradaraq Anadoludan ümumiyyətlə qovub çıxardır. Deməli, Anadoluda türklər yaşamağa başladılar Alparslan dövründə Malazgirt döyüşü ilə, Maltepe döyüşü ilə və Gelibolu'nun fəth etdikdən sonra isə artıq Anadoludan Bizansları tamamilə yavaş-yavaş sıxışdırır da, yəni çıxın oradan. Yavaş-yavaş onları nə edir? Orxan Qazi çıxardır. Orxan Qazinin dövründə ümumiyyətlə inzibati islahatı var və ölkə paşalıqlara, bir də sancaqlıqlara bölünmüşdür. Bir də ilk donanma yaranmışdır. Harda? İzmit şəhərində. Dediyimiz kimi paytaxtı da Bursa şəhərinə köçürmüşdür. Və bunun dövründə dediyimiz kimi Anadoludan qovduğuna görə Ecey dənizindən, cənubda Ecey dənizi, şimalda Qara dəniz və Ecey dənizindən ümumiyyətlə Konstantinopola qədər olan əraziləri işğal etmişdir. Həmin Orxan Qazi. Aha, bunu qeyd elədik. Bundan sonra hakimiyyətə görürük biz 1-ci Muradı. 1-ci Muradın dövründə, məsələn, Səlcuqlarda Sultan Titunu qəbul edir kim? Toğrul. Qəznəlilərdə Sultan Titunu kim qəbul edir? Mahmud Qəznəli, düzdürmü? Burada da Osmanlı tarixində də ilk sultan məhz 1-ci Muraddır. 1-ci Murad. 1-ci Muradın dövrü 1362-1389. Deməli, nə elədi? Osmanlı tarixində ilk dəfə sultan titulunu qəbul edəndə. Paytaxtı isə köçürmüşdür Ədirnə şəhərinə. İlk 3 başçı hərəsi fərqli paytaxtlar edibdir. Söyüd Osmanlı dövründə, Bursa Orxan dövründə, Ədirnə isə 1-ci Muradın dövründə paytaxt olmuşdur. Və dediyimiz kimi ilk dəfə sultan titulunu qəbul edibdir. 1-ci Muradın da əsas məqsədi yenə Balkanlarda ərazilərini genişləndirmək olmuşdur və Bizans bəzi dövlətlərdə müharibə aparmışdır. 1371 Çirmən döyüşü, 1389 Kosova döyüşü olmuşdur. Hər iki döyüş serblərlə olmuşdur və hər iki döyüşdə serbləri məğlubiyyətə uğratmışdır. Nə uğrunda? Balkan uğrunda. Yəni Osmanlı ilə serblər arasında müharibə nə uğrunda gedir? Balkan yarımadası uğrunda. Və serblər ağır məğlubiyyətə uğrayır Çirmən döyüşündə. Göz serblər acıq çıxmaq istəyir Muraddan, Kosova döyüşü olur. Amma yenə də məğlub olurlar və serb millətçisi var, bir nəfər. Anidən Muradı yaralayır bıçaqla və o yaradan sonra 1-ci Murad vəfat etmiş olur. Və burada qeyd edirik, serbləri və Bolqarıstanı asılı sözünə fikir verin. Asılı hala salan kimdir? 1-ci Murad. 1-ci Muraddan sonra biz hakimiyyətdə görürük 1-ci İldırım Bayaziti.
Mənim belə deyək də favori hökmdarlarımdan biridir. Biz birinci İldırım Bəyazıtın dövründə nələr baş verir? Baxaq görək nələr baş verir. Deməli, bunun dövründə 1396-cı ildə bir döyüş olur. Niqbolu döyüşü. Niqbolu döyüşünə baxın, Bol. Yəni Bolqarıstanı tam şəkildə ölçüyə birləşdirir. Bolqarıstanı asılı hala salan Muraddır. Bolqarıstanı birləşdirən artıq Niqbolu döyüşü nəticəsində belə deyək, Bəyazıt olmuşdur. Niqbol döyüşündə Osmanlılarla Avropa səlibçiləri arasında və yaxud da xaçlıları arasında, səlib-xaç eyni anlayışa gəlir, arasında bir döyüş olur və bunları məğlubiyyətə uğradaraq nə edir? Bolqarıstanı fəth etmiş olur. Bəyazıtın əsas məqsədi Konstantinopolu fəth etməkdir, amma edə bilmir. Səbəb 1402-ci ildə Ankara döyüşü olur. Ankara döyüşü olur və bu Ankara döyüşünü 1402-ci ildə bu Ankara döyüşü olur Osmanlılarla Əmir Teymur arasında. Yenə burada bizim 200'lü 500'lü dediğimiz birinci İbrahimimiz var. İbrahim Şirvanşah hökmdarı Əmir Teymura köməklik edir. Bundan öncə demişdim, Terek döyüşündə də kömək eləmişdi. Burada da Ankara döyüşündə kömək edir və Osmanlı dövləti ağır məğlubiyyətə uğrayır. Burada məsələ nədir? Əmir Teymur istəyir ki, Kiçik Asiyada, Anadoluda olan ticarət yollarını ələ keçirsin. Yəni bunun uğrunda bir mübarizə baş verir və hətta İldırım Bəyazıtı Əmir Teymur əsir də aparır. Bu döyüşün nəticəsində zaten İldırım Bəyazıt da 1389-cu ildə hakimiyyətə gəlir, 1402-ci ildə hakimiyyətdən getmişdir. Yəni bu səbəblə gedir Ankara döyüşünün nəticəsi ilə. Və bu Əmir Teymurun üzündən belə deyək də Konstantinopolun fəthi bir neçə il gecişir. Yəni 51 il gecişir. Çünki 1453-cü ildə işğal olunacaq. Baxın, 51 il gecişmiş olur. Əgər Əmir Teymur olmasaydı, Osmanlılar həmin, yəni İldırım Bəyazıtın dövründə Konstantinopolu fəth edib Bizans dövlətinə son qoyacaqdı. Qoymurlar. Hətta bu Əmir Teymurun Osmanlılar üzərində qalibiyyəti nəticəsində Roma papası 3 gün kilsə zəngləri çaldırır. Yəni sevinirlər ki, Konstantinopolu Osmanlılar tuta bilməyib, yəni türklər tuta bilməyibdi. Bəli, bu da İldırım Bəyazıt. İldırım Bəyazıtın dövründə Azərbaycan tarixində də keçəndə yenə orada izahını verəcəyik. Azərbaycan tarixində onları qeyd edəcəm. Daha sonra İldırım Bəyazıtdan sonra əsas məsələ 2-ci Mehmet hakimiyyətə gəlir. 2-ci Mehmet 1451-1481 olmalıdır. 2-ci Mehmetin təxəllüsü var. Adı belədir, Fatih. Fatih fəth eləyən deməkdir. Deməli 1453-cü ildə Konstantinopolu fəth edərək Bizans dövlətinin varlığına son qoymuşdur. Deməli Bizans dövləti 395-ci ildə yaranıb, 1453-cü ildə Osmanlı sultanı 2-ci Mehmet tərəfindən varlığına son qoymuşdur. Konstantinopolun fəthi. Yaxşı, Bizans dövlətinə son qoyur və 1476-cı ildə bir qanunnamə verir. Qanunnamə. Məsələn, Azərbaycan tarixini tez yazı sarsız qanunnamə verən hökmdarlar kim idi? İşte Vəsalari hökmdarı, Mərzban Məhəmməd, Uzun Həsən və 2-ci Mehmetin ortaq xüsusiyyətidir ki, məhz qanunnamə verib. Qanunnamada da əsasən məmurların vəzifəsi, dini icmaların hüquq və vəzifələri, daha sonra burada məhkəmə haqqında və torpaq mülkiyyət formaları haqqında məlumatlar vardır. Fatih 2-ci Mehmetin Azərbaycan tarixini əlaqələndirsək, Qaraqoyunlularla münasibəti, Cahanşahla münasibəti yaxşıdır, amma Ağqoyunlu hökmdarı Uzun Həsəndən müharibələrə girmişdir. 1461 Qolistan, 1472 Beyşəhir, 1473 Malatya və Otluk belədir. Azərbaycan tarixini keçəcəyik deyə bunları qeyd etmirəm, amma sadəcə adlarla tanış olun ki, keçində də çaşmayasınız. Fatih 2-ci Mehmet. Yaxşı, Fatih 2-ci Mehmetdən sonra biz hakimiyyətə görək, kimi görürük? Bunları qeyd elədiksə, keçək 2-ci Bəyazıt. Demək, 1-ci Bəyazıt, 2-ci Mehmet, yəni 2-ci Bəyazıt. Fatih təxəllüsü artıq aiddir 2-ci Mehmetə. Amma 2-ci Bəyazıt isə yaxşı insan olduğuna görə, yəni qayğıkeş, ədalətli hökmdar olduğuna görə onun təxəllüsü adlanır Vəli təxəllüsü. Yazırıq Fatih 2-ci Bəyazıt. 2-ci Bəyazıt. Bunun təxəllüsü nədir? Bəli, ədalətli olduğuna görədir. Yaxşı. 2-ci Bəyazıtın dövründə nələr var? Deməli, bu adam Venesiya ilə yola getmir. Aralıq dənizində hegemonluq edir ticarət yollarında Venesiya. Ona görə yola getmir. Venesiya münasibətləri mənfidir. Hətta bunu bir neçə döyüşdə məğlubiyyətə uğradı. Amma bizim bu Səfəvilərlə, yəni Şah İsmayıl Xətai ilə münasibətləri yaxşıdır. Ağqoyunlu Yaqub padşah var. Və mən deyəndə qeyd edeyim ki, Azərbaycan tarixçisində bunları əziyyət çəkməyəsiniz. Yaqub padşahla münasibətləri yaxşıdır. Səfəvilərdən dedim Şah İsmayıl, Ağqoyunlardan Yaqubla münasibətləri yəni müsbət yöndədir. Bir də Misirlilərlə münasibəti yaxşı olmuşdur. Amma Venesiya ilə yola getmir və Vəli təxəllüsü olmuşdur. Bir də
İspaniyadan qovulan, yadınızda saxlayın, İspaniyadan qovulan Yahudilərə sığıncaq vermişdir. Baxın, xristianları münasibətləri yaxşı olan bir video baxın. Hə, əla. Xristianlara münasibəti yaxşı olan Osman Qazidir. Yahudiləri sığıncaq verən, yəni Yahudilərlə əlaqələrini yaxşılaşdıran isə 2-ci Bəyazitdir. 2-ci Bəyazitdən sonra hakimiyyətdə gəlir 1-ci Səlim. Azərbaycanda yəni Səfəvlərin bir nömrə düşmənidir. 1-ci Səlimin o qədər qəzəbli insandır ki, biz buna deyirik Yavuz Sultan Səlim. Yəni qəzəbli olduğuna görə belə adı götürmüşdür. 1-ci Səlimin dövründə baxın, bu Səfəvlərdən dostluq düzdürmü? Səfəvlərlə münasibətləri mənfidir. Misirlə dostluq düzdür? Deyil, Misirlə münasibətləri mənfidir. Və 1514-cü il o məşhur Çaldıran döyüşü olur Səfəvi Osmanlı arasında. Nəticədə deməli Çaldıran döyüşündə Osmanlılar qalib gəlir və Misir məmluklarını da ümumiyyətlə məğlubiyyətə uğradıb öz ölkəsinə gətirmiş olur. Deməli, Səfəvlərlə Misirlə dost olan 2-ci Bəyazitdir. Səfəvlərlə Misiri ağır məğlubiyyətə uğradan 1-ci Səlimdir. Yadınızda saxlayın ki, 1512-1520 hakimiyyət dövrüdür. Yadınızda saxlayın ki, Yavuz Sultan Səlimin dövründən başlayaraq, yəni 16-cı əsrin 20-ci illərində, baxın 16-cı əsrin 20-ci illərindən başlayaraq artıq Osmanlı sultanlarına xəlifə adı verilmişdir. Demək, xəlifə adı bir ərəblərdədir, bir də ərəb dövlətində başçılara deyilir. Bir də Səlimdən bu tərəfə artıq adlanır xəlifə. Məsələn, biz 2-ci Bəyazitdə xəlifə 2-ci Bəyazit deyə bilmərik. Amma buna deyə bilərik, xəlifə Səlim deyə bilərik. Başa düşdünüz nə demək istəyirəm? Deməli, 1520-ci il, yəni 16-cı əsrin 20-ci illərindən başlayaraq bu şəkildə adlanmışdır. Qeyd edeyim ki, Osmanlı dövləti bu dedik axı Konstantinopolu fəth edir. Biz öyrənmişdik Justinianın dövründə Müqəddəs Sofiya kilsəsi var idi. Bax, Müqəddəs Sofiya kilsəsində 2-ci Mehmet oranı fəth etdikdən sonra orada bir namaz qılır. Ayya Sofiya deyirik də indi. Hə, o Sofiya, yəni o kilsədə nə edir? Namaz qılır. Və Məhəmməd peyğəmbərə aid olan bütün belə deyək əlamətləri İstanbula gətirəndə isə artıq siz orada Səlimi götürəcəksiniz. Məhəmməd peyğəmbərə aid sallallahu əleyhi və səlləm. Məhəmməd peyğəmbərə aid bütün əlamətləri də, ona aid nə əlamət varsa, bunu İstanbula gətirən artıq Səlimin dövrüdür. Sofiyada namaz qılan 2-ci Mehmetdir. Peyğəmbərin əlamətləri İstanbula gətirən 1-ci Səlimin dövrüdür. Yaxşı, bunları da qeyd elədiksə, keçirik ən əsasına, yəni Osmanlının belə deyim də qüdrətinin zirvəsi, kulminasiya nöqtəsi deyək. O isə Sultan Süleyman Qanunudur. Onu da bildiksə dərsimiz demək olar ki, yekunlaşır. Və bu Osmanlı tarixindən mütləq şəkildə sadəcə 14-16-cı əsrdən bir sualı salırlar, ya düzdür, bəzən əlaqələndirib də sala bilərlər. Hə, amma mütləq şəkildə buradan suallar düşür və nə deyim, baxın, Qanuni, 17 dəqiqəmizdir, yaxşı. Gəldik, yazırıq Sultan Süleyman Qanuni. Bunun adı, bunun yəqin ki filminə baxmayan yoxdur, Möhtəşəm Yüzyıl. İstəsəz ara sıra, vaxtınız olanda ara sıra baxarsınız. Qanuni və yaxud da Möhtəşəm adı ilə tanınan şəxsdir. Bunun əsas məqsədi Avropanı işğal etməkdir. Artıq deyir Osmanlıları Avropaya gedib, yəni salmalıyıq Avropaya. Məsələn, necə ərəblər də Avropaya qədər gəlirlər, artıq orada franklar deyir stoplar. Görək Avropanı fəth edə biləcəkmi? Yaxşı, Sultan Süleyman Qanuni 1520-1566-cı illərdə hakimiyyətdə olmuşdur və bunun dövründə dediyimiz kimi əsas məqsəd Avropanın işğalıdır və eyni zamanda Afrika ərazilərini işğal etmişdir. Baxın, Misir Afrika ərazisidir. Məsələn, biz bayaqlar dedik ki, Misiri ölkəyə qatan Yavuz Sultan Səlimdir. Düzdürmü? 1-ci Səlim. Deməli, o da Şimali Afrikada işğallar edib, bu da Şimali Afrikada işğallarını sadəcə olaraq genişləndiribdir. Hətta Aralıq dənizindən Hind okeanına qədər olan əraziləri işğal etmişdir. Görün, nə qədər böyük bir ərazini fəth edibdir bu insan. Deməli, Afrikada əraziləri tutmağa başlamışdır Səlim. Afrikanın, Şimali Afrikada bir çox əraziləri işğal etmişdir Süleyman. Bu söz elə sizə hardasa tanış gəlir deyə düşünürəm ərəb tarixində. Rəşidi xəlifələr Şimali Afrikada bir sıra ərazilər, yəni Misir, amma Əməvilərin dövründə demək olar ki, Şimali Afrikanı fəth etmişlər. Bax, ondan əlaqələndiririk. Yaxşı, Belqradı fəth edir, bu sözə fikir verin. Belqrad. Belqrad Sultan Süleyman Qanuninin dövründə fəth olunan ərazidir. Yaxşı, bunun 1500 belə deyək də Muxas döyüşü olur 26-cı ildə. Bu elə bir ki, Osmanlılarla Avstriyanın müharibəsinin başlanğıcına qoyan bir döyüşdür. Muxas döyüşü olur Osmanlılarla Macaristan Çex arasında olur və Macaristan Çexi təbii ki, məğlubiyyətə uğradır və nəticədə nə olur? Avstriya ilə Osmanlılar arasında müharibənin belə deyək də girişini qoymuş olur.
Yəni Osmanlılar Avstriyanı heç cür yola getmirlər. İndi görək. Osmanlılar əsas məqsədə Avstriyanı işğal etməkdir. 1529, 1541, 1566. Baxın, bu üçü də Avstriya üzərinə yürüşləridir. Burada Viyananı mühasirəyə alır. İndi baxın, 1529-da gəlib Viyananı mühasirəyə almağa. Viyananı mühasirəyə alanda hava şəraiti pis keçir. Hava şəraiti pis keçir, ərzaq çatışmazlığı olur və qanuni geri qayıdır. Yəni nədir? Əliboş geri qayıtdı. 1541-ci ildə yenidən Avstriya üzərində yürüş edəndə Avstriyanı müdafiə etmək istəyir İspaniya. Osmanlı deyir ki, bir dəqiqə, mən səni qarşılamalıyam, qarşılama törəni eləməliyəm. Və İspaniya Afrikaya qoşun çıxardır. Əlcəzairə. Elə bir ki, Osmanlılar Avstriya üzərində yürüş edir. Avstriyanı da dəstəkləyən İspaniyadır. İndi birazdan deyəcəm niyə İspaniya bunu dəstəkləyir. İspaniya da Əlcəzairə qoşun çıxarır ki, yəni Osmanlıları orada qarşılasın. Bu səfər də tufan baş verir, qasırğa olur və qasırğa olanda İspaniyanın gəmiləri batır. Yerdə qalan gəmiləri də Osmanlı batırır. Bu da belə getdi. 1566-cı il. Burada da qalanın adı Zigetvar qalasıdır. Zigetvar qalasını mühasirəyə alır Sultan Süleyman Qanuni. Bu səfər də özü vəfat edir. Amma Zigetvar qalası tutulur. Deməli, qalanın mühasirəsi zamanı vəfat edən Osmanlı sultanları kim oldu? Bursanı fəth eləmək istəyəndə Osman Qazi, Zigetvar qalasını tutmaq istəyəndə, amma Sultan Süleyman Qanuni vəfat edir. Düz Zigetvar qalası tutulmuş olur. Belə deyək də, bir müsbət, Osmanlılar öz ölkəsinə qayıdanda bir müsbət, bir də mənfi fikir verilirlər. Müsbət fikir oldu ki, Zigetvar qalasını tutublar. Amma mənfi fikir oldu ki, Sultan Süleyman Qanuni vəfat etmişdir. Baxın, bu üçünü də başa düşdük. Hava şəraiti pisdir, tufandır və vəfat edibdir. Bu üçü də Avstriya üzərində yürüyüşdür. Qeydimiz budur. 1535-ci ildə, 33-cü ildə Avstriya ilə Osmanlılar arasında belə deyək, sülh də imzalanır. Yəni, münasibətlər həmin vaxt yaxşıdır. 1533-cü ildə. Bunu qeyd elədik. İndi dedik ki, Avstriya ilə İspaniya bir tərəfdədir. Yazıram. Avstriya, üstəcələ İspaniya, hətta üstəcələ Müqəddəs Roma. Müqəddəs Romanı burada mötərizə yazıram, yəni Almaniya deməkdir, Almaniya ərazisidir. Bu üç sülaləni Habsburqlar idarə edir. Bunlar birləşib Osmanlıya qarşı. Bəs Osmanlının dostu kimdir? Bu təkmil qalıb, 3 dənə dövlət birləşib. Bunun da dostu və bizim də düşmənimiz Fransa. Bunun da dostu kim oldu? Fransa. 1535-ci ildə, baxın, 33 Avstriya ilə də 2 il sonra 35-ci il isə Fransa ilə bir müqavilə imzalayır və müqavilənin şərtində Fransa tacirlərinə belə deyək, imtiyazlar verir, və Fransanın Korsika adasını tutmağında kömək edir. Bu cümləyə fikir verin, ha. Fransa Korsikanı tutmaq istəyir, Osmanlı ona kömək edir və yaxud da qanuni ona kömək edir. Yəni, bu dediyim cümləni fikir verin, söz dolaşığı eləyəcəklər, çaşmayasınız. Bir də deyirəm, Fransa Korsika adasını tutmaq istəyir və Osmanlı buna kömək edir. Çünki Osmanlı Fransa ilə dostdur həmin vaxt, 1535-ci ildə. Korsika adasını deyəndə yenə tez gedirik Roma tarixinə. Orada bir müharibə var idi, pul müharibəsi Roma Karfagena arasında. Siciliya Sardiya Korsika adası demişdik ki, işğal olunur, yadınızdadırsa. Həmin o Korsika adasını sonra da Fransa tutmaq istəmişdir. 1535, buna dedik. 1535-ci ildə bir dənə də hadisə var. Səfəvilər tarixində bunları geniş danışacaq, amma yenə deyirəm. Səfəvlərlə Osmanlılar arasında müharibə olur və müharibədə belə deyək, Osmanlılar uduzur. Döyüşün adı Həmədan döyüşüdür. Demək, 1533 Avstriya ilə, 35-ci ildə Fransa ilə dostdur. Amma bədbəxt Azərbaycanla nə edir, Səfəvlərlə nə edir? Müharibə edir. 1535-ci ildə, amma yenə də özü məğlubiyyətə uğramış olacaq. Avropa, Afrikadakı ərazilər, Aralıq dənizinin Hind okeana qədər olan ərazilər hamısı Sultan Süleymanın qanuninin, yəni dövrünə düşür və qanun adamı olduğuna görə buna biz qanuni və yaxud da yaxşı idarəçilik qabiliyyəti olduğuna görə buna möhtəşəm ləqəbləri də verilmişdir. Və sonuncu olaraq 2-ci Səlimdən danışacaq olsaq, 2-ci Səlimdən 1569-cu ildə Portuqaliya ilə müharibə aparır. Niyə? İndoneziya müsəlmanlarını qorumaq üçün. İndi yaxşı. Demək, xristianlarla əlaqəni yaxşı eləyən Osman Qazi oldu. Yahudilərlə münasibətlərini yaxşı eləyən 2-ci Bəyazıt oldu. Müsəlmanlarla yaxşı rəftar eləyən məhz 2-ci Səlim oldu. Bir də 2-ci Səlimdən bir cümlə deyirik. Kipr adasını işğal eləmişdir. Kiprdə mən sizə öyrətmişəm. Krit adasının, Yunanistan aşağısı Krit adasının düz sağ tərəfi Kipr bölgəsidir. Ola bilsin xəritədə saldılar, ola bilsin bu şəkildə saldılar. Bu Osmanlı tariximizin, belə deyək, tarixinin siyasi məsələləri və baxaq videomuz davam edir əla. Və sonuncu olaraq da bir neçə məsələni vurğulayaq, Osmanlı tarixi bitmiş olsun.
Dövlətin başında bayaqdan dedik kim durur? Sultan durur. Amma xəlifə nə zaman adlanıb? 16-cı əsrin 20-ci illərindən, yəni Sultan Səlimin dövründən başlayaraq. Yaxşı, ikinci şəxs baş vəzirdir. Baş vəzir əsasən möhür, yəni şahın belə sultanın möhrünü saxlayır, vilayətlərdən vergilər yığır və s. Bunlara nəzarət edir. Və burada bizim dəftərdarımız var. Dəftərdar maliyyə işlərinə baxan şəxsə deyilir. Sonra dövləti var idarə edənlər, adı üstündə baxın, əzbərləməyə ehtiyac yoxdur. Yəni dövləti idarə edənlər kimdir? Vəzifələr. Bir də var idarə olunanlar. İdarə olunanlar da bu kasıb əhalidir də, rəiyyətlər, yəni biz ona rəiyyət deyirik, idarə olunan. Sonra ordumuz süvarilər var, bir də piyadalar var. Piyadalar yeniçərilər adlanır. Süvari yəni atlı, bir də var piyada yeniçəri. Yeniçərilər əsasən qeyri-müsəlmanlar, yəni xristianlar, yəhudilər bunların uşaqlarını gətirirlər, müsəlmanlaşdırırlar, tərbiyə edirlər və piyada qoşuna verirlər. Həmin o yetim uşaqlardır. Yeniçərilər kimlər oldu? Piyadalar oldu. Və burada torpaq mülkiyyət formalarımız var. Timar, bir də ziyamət. Timar xırda əsgərlərin torpaqlarıdır. Ziyamət isə daha geniş, yəni o rütbəlilərin deyək də torpaq mülkiyyət formalarıdır. Timar və ziyamət. Bundan da Osmanlı tarixi bitmiş oldu. Uğurlar.